Bayaq baxıram Əvəz Zeynallı bizim gözəl jurnalistimiz Xural TV'nin bilirsiniz də azad olunub gəlib onun Vüqar Tofiqoğlu ilə bağlı bir söz danışdı. Mən də düzü ona qulaq astım ki, görüm nə deyir bu. Və Vüqar Tofiqoğlu'nu hər dəfə son vaxtlar hər dəfə xəbərdarlıq edirmiş ki, Vüqar, mən səndən ötürü narahatam, yəni səni tutacaqlar. O da deyirmiş ki, mən nə ayırıram ki? İnanın, mən indi bilmirəm, siz paylaşmışsınız, yəqin baxmışsınız. Mən dedim, Vüqar Tofiqoğlu İlham Əliyevin dediyi ki, mənə siqnal verin. Vüqar Tofiqoğlu ancaq onunla məşğul idi. İndi Əvəz Zeynallı deyir ki, Vüqar Tofiqoğlu'nun statyalarından biri bilirsinizmi nədir? Dövlət məmurunu nüfuzdan salma. Güya Vüqar Tofiqoğlu dövlət məmurunu nüfuzdan salırmış. Şərəfsiz, sən dedin ki, mənə siqnal verin, kim Azərbaycan konstitusiyasının qaydasını pozanda, kim quduranda, kim yolcuzundan çıxanda, bu da xəbər verir. Onu hətta biraz da sənə yaltaqlana xəbər verir. Xəbər verib, səndən danışmayıb ki, sabah deməyəsən ki, sən yəni prezidentə falana belə şeylər deyirsən. O sənin nə demirsən, nə tələb eləmirsən, nə xəbər vermirsən, onu yerinə yetirib. İndi sən Vüqar Tofiqoğlu'nu həbs eləyib, aparıb, rüşvət alma maddəsində üstünə qoyub onu həbs edirsən. Və haqq eləyirsən. Bilirsən niyə? Onu bilə ki, Vüqar Tofiqoğlu çalışırdı ki, hardasa, az da olsa bu insanlara, bu millətə kömək eləsin. Yəni, bəzi yeri gələndə prezidenti də yaltaqlanıb, məmurun üstə düşürdü ki, sən bu millətin oğluna qarşı belə haqsızlıq eləyə bilməzsən. Amma biz oturub qıraqdan baxırıq, deyirik, Allah qapısını açsın. Dostlar, Allah qapısını açsın deməklə qapı açılmır. Allah deyir, səndən hərəkət, məndən bərəkət. Sən gərək nəsə eləyəsən ki, mən də sənə yardımcı olum. Sən gərək zülmə baş əyməyəsən ki, mən də sənə yardımcı olum ki, sən o zülmdən qutarasan. Amma sənin fikrin o əksinə biraz da əyilmək, biraz da qatlanmaq, biraz da yox olmaq istəyirsən.